Azərbaycan Demokrat Firqəsinin quruluş səbəbləri. Azərbaycan Milli Hökumətinin quruluş nədənini bəlkə də məşrutənin aradan getməsində görmək ola bilər. Niyə ki, kudeta sonrası və İngilis yardımı ilə Rza Mirpəncin iş üstünə gəlməsi məşrutə nizamı ki bir demokratik nizamin təməlidir, aradan getmişdi və Azərbaycan inqilabçıları məşrutə inqilabındakı hədəflərinə çata bilməmişdilər. Bu əsasa görə də 29 Aban 1324-də Şeyxoşi salonunda Azərbaycan Demokrat Firqəsinin 1-ci Böyük Konqresindən sonra Məhəmməd Rza Şah Milli Şura Məclisi və İngilis Xaricə Vəzirinə bir bildiri göndərildi və o bildiridə Azərbaycanın muxtarlığına, məşrutə qanunlarının icrasına, əyalət və vilayət əncümənlərinin qanunlarının güclənməsinə və ayrıca okullarda dərslərin ana dilində aparılmasına təkid olunmuşdur. Ona görə də pişəvəri nə bəyaniyələrində, nə apardığı danışıqlarda ayrıcılıqdan söz deməyib və onun hədəfi çoxlu bərabərsizliyə son verib məşrutə qanunlarının icra olunması idi. Belə ki, Azərbaycan Demokrat Firqəsinin quruluş səbəbi Pəhləvi hökuməti dövründə Azərbaycanın dil, kültür və iqtisadına qarşı həmlələrə tepki vermək idi. Əlbəttə, Demokrat Firqəsi öz gücü və iqtidarını qorumaq və gücləndirmək üçün Şoravi hökumətindən də faydalandı və qarşılıqlı olaraq onlar da öz siyasi, ideolojik və iqtisadi hədəfləri üçün Azərbaycan Demokrat Firqəsini dəstəklədilər. Buna baxmayaraq ki, çoxları firqənin quruluşu Şoravini hədəflərinə çatdırmaq kimi tanıtdırıb və onu yaymaq peşində olmuşlar. Pişəvərinin öz dediyi kimi, Demokrat Firqəsinin istəyi Azərbaycanda və sonra da İranda bir demokrat sistem yaratmaq idi. Cəbbar Bağçıban Çarolallar okulları qurucusu 1324-cü ildə Zəban dərgisinin 10-cu sayısında deyir: Azərbaycan qiyamı İranın 4 illik mültəci dövlətlərinin cavabı və Sədrül Əşraf hökumətlərin tepkisidir. Bu bir müqəddəs qiyam və ayaqlanmadır ki, məşrutənin gerçək təməli onunla möhkəm olub və İran xalqı demokrasiyasını hiss edəcəklər. Buna görə də Azərbaycan Milli Hökumətinin quruluşunun iç nədənləri çox daha fərqlidir və Demokrat Firqə quruluşunun şuravi mənfəətlərinə bağlamaya çalışmaq, o dövrdə Tehranda var olan irticai gizlətməyə çalışmaq deməkdir. Qısaca, Demokrat Firqəsinin quruluşunun iç dəlilləri bunlardan ibarətdir. 1. İyaləti və vilayəti əncümənlərin qanunlarının icra olunması. 2. Şahın gücünün sınırlandırılması. 3. Türkçə dilini qorumaq. 4. Maliyyət almaqda və büdcə bölüşməklərdə ayrımcılıq. Örnək olaraq 1323 və 1324 illərində Tehran üçün ayrılan büdcə Azərbaycanın 20 qatı idi. Buna baxmayaraq ki, o dövrdə də Azərbaycan cəmiyyəti Tehranın 3 qatı idi. 5. Qadınların seçim haqqları. Qadınların seçim haqqı birinci dəfə Azərbaycan Milli Hökumət tərəfindən qanunlandı və təkrardan bu qanun Pəhləvi Şah tərəfindən ləğv oldu. Azərbaycanda Milli Hökumət qurulduqdan sonra və bir illik qısa bir zamanda dəyərli iqtisadi, siyasi və sosial fəaliyyətləri Tehranın irtica dövlətində o qədər qorxu yaratmışdı ki, Şahın İranda gücünün dağılmasının yaxın olduğunu hiss edirdilər və İranın başqa bölgələrinin Azərbaycanı örnək alacağından nigaran olmuşdular. Buna görə də Şah gücünü qorumaq üçün Azərbaycana saldırmağı və 25 mindən çox insanı qətlam etməyə əmr etdi və bu qətlamı tocih etmək və gücünü təsbit etmək üçün Azərbaycan Milli Hökumətinin haqlı, mədəni və gəlişmiş istəklərini tərhif etməkdən və ona ayrılıqçılıq və şurəvi casusu olmaq kimi töhmətlər vurmaqdan başqa çarəsi qalmamışdır. Bir başqa önəmli məsələ daha Qızıl Ordunun Azərbaycandan çıxmağı idi ki, gerçəkləri təhrif etməklə bu ordunun çıxışını qəvamın zəkasına bağlı olduğunu düşünürlər
və buna görə də onu təhsin edirlər. Qızıl Ordunun 2-ci Dünya Savaşında İrana girişi Alman ordusunun mühtəmil nüfuzunun qarşısını almağa görə üz vermiş və Tehran, Ləndən və Moskonun anlaşması əsasında Şoravi 2-ci Dünya Savaşının sonunlandığında 6 ay içində İran torpaqlarından çıxmağa söz vermişdi. Buna görə Qızıl Ordu Demokrat firqənin quruluşunda var olan anlaşma əsasında Azərbaycanda huzuru var idi. Azərbaycan Milli Hökumətinin sonlarında Şoravi Böyük Elçisi Sadçikev Tehranda Stalinin pişəvəriyə yazdığı teleqrafi ona göndərdi ki, o mesajda Şoravi anlaşması əsasında ordusunu İrandan çıxaracaqdı. Ayrıca İngilis və Amerika Şoraviyə mesaj göndərmişdi ki, ordusunu anlaşma əsasında Azərbaycandan çıxartmadığı halda onların da dünyanın başqa ölkələrindəki əhmari bölgələrində oxşar bir davranışları olacaq. Bu nədənlə bu həssas dönəmdə Güney Azərbaycan Türk milləti gərək öz tarixini araşdırıb və keçmiş təcrübələri kullanaraq gələcəkdə başarısını təzmin etsin. Azərbaycanda bir illik hökumət bizə öyrətdi ki, Güney Azərbaycan Türk milləti qısa bir zamanda demokratik bir hökumət qurmaq və iqtisadi gəlişimi əldə etmək gücünə sahibdir. Bizlər sözdə İran demokrat və xarici güclərə bağlanmamağı və rasistlik düşüncələrə sahib olan bir rejimlə anlaşmağın sadəcə bizi aldatdığını da öyrəndik. Necə ki, Pişəvəri və Müzəffər Firuzun arasındakı anlaşma 25 min insanın qətliamına və Azərbaycanın təkrardan isarətinə səbəb oldu. Ona görə də Güney Azərbaycanın təkcə qurtuluş yolu, təkcə öz gücünə güvənib, tarixi təcrübələrindən faydalanmaqdır.